Neyse ki bu yani ki bunu mənim boynuma da taxmasınlar. Yaşayam. Nə gözəl. Lap əziz adamım gedib həyatdan. O bir də pişik boyduna idi. 15 gündə geldi. Yəni, gözləri də açılmamışdı. Bir müddət öncə xəbər verdiyimiz kimi Əli Mirəliyevin səhhətində problem yaranmışdı və həmin problemlərə görə hətta reanimasiya şöbəsinə yerləşdirilmişdi. Bu gün isə biz elə Əli bəyin yanındayıq. Bildiyimiz qədərilə artıq gördüyümüz qədərilə də çox yaxşıdır. Necəsiz Əli müəllim? Yaşayam. Nə gözəl. Elə belə baxıram ki, çox yaxşısınız. Özünüzü necə hiss edirsiniz? Bilirsən oğlum, həyatda insan pozitiv olmalıdır hər bir halda. Lap mənim ola bilsin ki, lap əziz adamım gedib həyatdan. İnsan gərək qəmliyə qərq olmasın, yəni ki, vəziyyətdən çıxa bilsin. Sən qəmliyə qərq olanda özünlə paralel o birisilər də aparırsa ona. Bilirsən, gərək adam egoist olmasın da. Ya mən dilxoram, mənim atam ölüb, Allah rəhmət hamısı atası ölür də. Bəs necə oldu sizdə belə bir proses baş verdi və siz düşdünüz xəstəxanaya? Mənim Mərdəkanda bağda itim var da, itim. Elə bir itim mənə hədiyyə eləyiblər balasını, o bir də pişik boyduna idi. 15 gündə geldi, yəni, gözləri də açılmamışdı. Saxladım, böyütdüm, gördüm, neysə çeynirdi. Sən demə bu başından şey çıxardı, o bələxanda, itim. Xaltasını çıxardı, bu onu gəmirir ki, mənə da cırıb dağılmaq istəyir bunu ya. O cırılmır axı, elə bir materialdır ki, onu it də cıramız onu. Neysə ki, bu yəni ki, bunu mənim boynuma da taxmasınlar. Açıq buraxsınlar da. Gördüm onu it qaçırır başa, qaçırır zəncirlə bu başa. Meydan sulur həyətdə. Biz bunu bağlamışdıq. Deməli bunu bağlayanda qırmaq kimi var. Salırsa onu qırmağı bura, qoymur da düğünü açsın bu. Bu sən demə qırmağı çeynəyib. 10 aylıq it qırmağı, dəmiri çeynəyib bu. Çıxardıb oradan, ona görə açılıb bu. Boynu dartıb, boynu açıb da hoşumda yollarını bilir də. Nə başı ağrıdım. Gəldim, tutdum bunu, istedim bağlayayım. Bağlayanda, bağlamaq istedim, gördüm, qırmaq daha yoxdur axı. Getdim, dedim, o həyətin kəlləsində şey var, yanıq məftil dedim, o ilə bağlayayım. Gözlərim də yaxşı görmür, sağ gözüm. Deməli, getdim, onu götürdüm, qeydəndə gördü ki, mən dəmirlə gəlirəm, itin şeyinə baxayım. Ki, bu yəni bunu ilə nə bağlayacaq? Zəncirlə əyildim, elə başmaqla düşmüşəm də həyətə. Əyildim elə belə ki, bunu bağlayayım, bir də qədər fırlandı belə başıma, zəncirlə. Fırlandı başıma. Gənə də fikir verməm, heç mən başqa yerə yazmıram. Ki, bağlayıb çıxanda dartdı özünü belə. Ayağınıza ilişdi zinciri. İlişdi ayağıma. Oradan necə vurdu mənə yerə, dartdı da bu yana, çəkdi bu yana, getdim yerə. Zincirə doladı sizə? Bəli, qəsdən onu fırlandı elə, çəkdi bu yana, yıx. Bir də ödüm ona, getdim yerə, bu tərəfimdə bu. Değdi yerə, bu but sümüyü və çanaq sümüyü sınıb. İndi özünüzü yaxşı hiss edirsinizmi? Özümü operasiyadan sonra, nə bilim, valla, bir ayağım yoxdur da demək olar. Həkimlər İrama bərpa olunacaq da? Mütləq. Minnətdaram xalqıma, can sağlığı arzulayıram. Bütün bizim incəsənət işçilərinə, bizim televiziyada işləyən insanlar. Təşəkkür edirəm, çox sağ olun. Minnətdaram. Minnətdaram.